Bugünkü günə mənim və yaxud da sizin də gördüyümüz ən çox nədir? Tələbləri ABŞ-ın. İranın neft hasilatını və ixracını daha doğrusu nəzarət altına almaq. Bu hardan həyata keçirilir? Xarq adasından. Xarq adasını vura bilərmi ABŞ? Yerlə yeksan eləyər bir neçə saatın içində. Çünki ərazi çox kiçikdir. 20 kvadrat kilometri bir ərazidən gedir. Ömrün Topal Həsənli kəndi boyda bir yerdə. ABŞ 3 dənə ağır bomba atsa o Xarq adası olmayacaq. Ora suyun içində. Amma vurmaq istəmir. Ona lazım olacaq bu infrastruktur gələcəkdə. Niyə vursun ki? O vurularsa neftin qiyməti daha da çox artar. Bunu da etmək istəmir. Amma o Xarq adasına yerləşdirilən hərbi obyektləri vurublar. Bir qədər də tapdıqlarını vuracaqlar o yer altında və s. nəysə var isə. Ondan sonra ora zərbə atacaq artilleriya sistemlərini Kəranda paralel olaraq onları zərərsizləşdirib, bəli, üzr istəyirəm, Xarq adasına vuru əməliyyatı həyata keçirə bilərlər. Orada adalar çoxdur. Səhv eləmirəmsə 30'a yaxın ada var. Amma onların içində strateji əhəmiyyəti olan digər adalar da var, amma Xarq adası qədər iqtisadi strateji əhəmiyyəti olan bir ada yox. Neft istehsalının bəzi mənbələr 80%, bəzənləri 90%-in bu adadan həyata keçirildiyini deyil. İkinci bir təyinatı, həmin o dəniz piyadalarının İranın nəzarətində olan və yaxud da İranın indiyə qədər ABŞ-ın tələblərinə cavab verməyərək həmin əlində saxladığı bir uran ehtiyatları var. ABŞ bu uran ehtiyatlarını şəxsən nəzarətə götürmək istəyir, yəni ələ keçirmək istəyir. Həmin qüvvələr, yəni dəniz piyadaları bu əməliyyatı həyata keçirə bilərlər. Yadınızdadsa Venezuela'da prezidenti həyat yoldaşı ilə bir yerdə yataq otundan götürüb gətirən eyni hərbi hissənin, eyni hərbi birləşmənin heyəti idi. 10 nəfərlə ölkə ərazisinə nüfuz edib prezidenti götürüb gətirdilər. İranın potensialı ilə Venezuelanı eyniləşdirmək istəmirəm. Mən burada sadəcə o dəniz piyadalarının imkanlarını önə sürmək istəyirəm. Hər bir halda bugün dəniz potensialı, yəni hərbi dəniz qüvvələrinin potensialı İrana imkan vermir ki, Xarq adasının müdafiə və mühafizəsini təşkil etsin. Yoxdur. İranın dəniz qüvvələri bugün yox vəziyyətindədir. Ən azı 80%-i vurulub. İndi İranın da dəniz qüvvələri komandanı var, Admiral Şəhram İrani. Bəyanat verir ki, İran ABŞ-ın aviasiya zərbə qruplaşmasını vurmağa hazır. Axı İran döyüş potensialı tam komplekt olduğu vaxtda həmin o gəmi sizin burnunuzun uzundaydı. Niyə vurmurdunuz? Müharibənin ən azından ilk günlərində niyə vurmadı? Belə bəyanatları eşidirsən, Qalibiyəv, bu digər sepah generalları çıxırlar, absurd bir şeylərdən danışırlar. Səmada, Suriya səmasına qədər uçub gəlib İsrailin qırıcıları Suriyanın səmasında yanacaq dolduran təyyarə havaya qalxır. Qırıcıları doldurub İran ərazisini girib dövlət qayda bitmez. Suriya ilə də İran bilirsiniz, sərhəddə görürlər ki, bəla gəlir, qara bəla gəlir. Atəş açmırlar və bu vaxt mətbuat konferansı keçirdirlər yerdə. Və mətbuat konferansına deyirlər ki, vuracaq, dağıdacaq, sökəcək, siləcək və s. Vurduqları da deyirəm yenə də 6 dəfə daha çox İran zərbələri müsəlman ölkələrinə atılıb. Bugün Küveytin suyun duzlaşdırılması obyekti vurulub. Yəni bilirsiniz ki, Ərəb ölkələri üçün su nə deməkdir. Yəni ona görə də Tehran işıqsız qalır. Bildinizmi? Yəni müharibənin də aparılmasının bir üsulu var, qaydası var. Müharibə də insan
dövlətlər savaşa bilir. Dünyada onlarla sayda müharibələr olub son əsrdə. Amma burada da bir ləyaqət hissini itirməmək lazımdır. Hansısa bir körpə uşağın susuz qalması İranın dini rəhbərliyinə nə verəcək? Məyər Küveyt İrana qarşı müharibə edir? Küveytin ərazisində bəli, ABŞ bazası var. Çünki vaxtilə həm İran, həm İran Küveyti barmaqlayırdı. Onun işlərinə burun soxurdu. Onun gəlirlərini əlindən almaq istəyirdi. Ona görə də Küveyt məcburən bu adımı attı. İran elə bilir ki, müharibə bitəcək, hər şey unudulacaq. Xeyr, o qonşular İranı elə bir vəziyyətə salacaq ki, ağlınıza gəlməyəcək qədər problemlər yaradacaqlar. Yeri gəlmişə Birləşmiş Ərəb Əmirlikləri bugün İranın vətəndaşlarının ölkə ərazisində, yəni əmirlikdə çalışma icazələrinin hamısını ləğv elədi. 530 milyard getdi fələyin qəminə. O pullar İrandan gətirilən pullar idi. İndi keçək o İranın 1 milyon insanı səfərbər etməyi məsələsinə. Heydər, bəzən belə səfərbərliklər etmədən də ölkələr döyüşə bilir. Biz bunu Çeçenistanda Rusiyaya qarşı görmüşük. Amma İranda bugün general olmaq, rütbə taxmaq, ya da ABŞ-a qarşı, İsrailə qarşı nəsə demək çox təhlükəli bir fəaliyyətə çevrilib. Bir gün vəzifəyə təyin olunan generalı sabahları dəfn edirlər. Eləsi kresloya gedib çatmır, eləsi maaş kartını əlinə ala bilmir, eləsi otağın ünvanını dəqiqləşdirə bilmir və artıq tabutda. Bu faktdır. Mən bir dedim ki, İran məğlub tərəfdir. ABŞ-ın ölən hərbiçilərinin sayı İsrail tərəfindən məhv edilən İran generallarının sayından 8 dəfə azdır. Şaşdınızmı? Baxın, ABŞ-ın ölən əskər sayı İran generalların, qalanların demirəm, vurulan obyekt falan və s. Və bunlar durub hələ qələbədən kimsə nəsə danışır. Gündə bir klip çəkirlər, giz-giz kliplər və yerin altından 400 metr, 500 metr dərinlikdə bunların raketləri var. Raketlər ola bilər. O qədər deyil də 400-500. Dərinlikdə ola bilir. Amma o dərinlikdə qırıcını saxlaya bilməzsən. O qırıcının çıxması üçün düz və hamar bir yer lazımdır. Düz və hamar. Uçuş dolaq olmalı. Və belə bir kliplər çəkirlər. Və maraqlı da orasıdır ki, bizim bəzi mütəxəssislər də çıxır deyir ki, onların vurulması mümkün deyil. Çünki ABŞ-ın bombaları cəmsi 60 metr dərinliyi tələb edir. Ha, qardaş, axı... Ədalət bəy, bizim bəzi ekspertlər, hətta şərhçilər var ki, deyir ki, siz hələ İranın əsl gücünü görməyibsiniz. İran Venezuela deyil, İranın gizli silahları var, onlar hələ bunu nümayiş etdirməyiblər və əgər sümut etsələr, ortaya çıxarsalar, Amerika Birləşmiş Ştatlarının vəziyyəti daha ağır olacaq. Hətta indiki məqamda İranın bu cəhətlərinə görə üstün olduğunu deyənlər var. Çox qəribə mənzərədədir. Baxın, axı İranın prezidentindən çox bilirmi həmin o ekspert? İranın prezidenti çıxır, bu Xamneyinin hakimiyyətə gəlməsinə icazə verdiyi şəxs. Çıxır deyir ki, bizim vəziyyətimiz bir ay sonra dözülməz bir şəraitə gəlib çıxacaq. Amma mən bir ay demirəm, mən bir həftə deyirəm, uzaq 2 həftə. Aprelin ortalarında İran dizin yeri qoyacaq. Sadəcə biraz arada ateşkəs kimi bir şey elan elədilər. O da ateşkəs nə ilə bağlı idi? Enerji obyektlərinə zərbə endirməməklə bağlı idi. Neft, elektrik stansiyaları, su ambarları və s. generatorları, bilirsiniz də, su elektrik stansiyaları. Bunlara moratorium qoydu ABŞ. Ona görə proses biraz uzandı. Mən həmişə demişəm, aprelin ortasına qədər gözləyirəm İranın çökməsini. Nəyə görə? Çünki qət edin, ABŞ Rusiyaya aprelin 12-sinə qədər icazə verib neft ixracına. 12 aprel nə günüdür?
Yəni rejim də uçacaq kosmosa. O deməkdir. Yəni sətir altı olaraq mən elə oxuyuram. Ən azından əvvəlki illərin təcrübəsi imkan verir ki, deyək ki, belə tarixlər təsdiqləyir. Bəzən çalışırlar ki, nəyəsə bağlasınlar. Hər bir halda 1 milyon insanı tutaq ki, səfərbər elədi. Axı ABŞ əraziyə 3500, 2200, 6700 dəniz piyadası gətirib. Bununla ayrı-ayrı vəzifələr edəcəklər. Amma kim garanti verir ki, İran bu qüvvələri silahlandırıb, hazırlayıb ABŞ qarşısına çıxara biləcək? Bu bir. Dövlətin gücü vətəndaşı evindən çıxardır, dərgiyə düzməklə bitməz. Dövlətin hərbi gücü o insanları döyüşə biləcək hazırlıq vəziyyətinə gətirib, döyüş əməliyyatlar teatrında düşmənlə üzə çıxarıb, onunla savaşmağa aparmaqla ölçülər. Bu qədər generalı vurdular, başlayaq elədilər. Şimdi bu əsgərləri, bu çağırılan səfərbərlik heyətin kim idarə edəcək? Və yaxud da idarə etmək istəyəcək. Bu da işin başqa bir tərəfi.